Bu Azərbaycanın tarixi şəxsiyyətləri sən demə bizim düşmənimizmiş. Və bunların da arxasında duranlar bizim tariximizi alıb bizim heç bir tarixi olmayan farslara verməyə çalışırlar. Siz təsəvvür edirsiniz ki, Türkiyədə təhsil almış, Səudiyyədə təhsil almış, lap elə İranın özündə təhsil almış insanlar, Rusiyada təhsil almış insanlar bizim tariximizə qarşı əməlli başlı hücuma keçiblər. Adamlar da dövlət vəzifələrində işləyirlər, adamlar qanunverici məclisdə, icra edici məclisdə təmsil olunurlar, adamlar mətbuatda güclüdülər. Hətta bu yaxınlarda bir internet televiziyası, keçən il dekabrında internet televiziyası, böyük maliyyəsi olan internet televiziyası məni verişə çağırmışdı. Şah İsmail Xətayinə sevirəm sözünə görə həmin 45 dəqiqəlik verişi efirə vermədilər. Azər bəy, dediniz hadisə harada baş verib? Burada yayım olub yoxsa xarici bir ölkədə, televiziyada? Azərbaycanda çox böyük imkanlar olan bir televiziya, internet televiziya kanalıdır. Məni dəvət elədilər. Elə Biznes TV adını da çəkirəm. Məni dəvət elədi. Mənim 45 dəqiqə, 1 saat vaxtımı aldılar. Çəkiliş apardılar. Şah İsmail Xətayi olan münasibətimə görə verişi efirə vermədilər. Təriflədiyiniz üçün. Bəli. Şah İsmail Xətaya sədaqətimə görə bu verişi efirə vermədilər. Halbuki mövzu Şah İsmail deyildi. Mövzu ermənilər məsələsi idi. Yəni, Heydər bəy, bu işin arxasında duran İranın xüsusi xidmət orqanlarıdır. Onlar böyük fondlar vasitəsilə, böyük maliyyə fondları vasitəsilə Türkiyədə, Rusiyada və digər Ərəbistanda məzhəb, Sünni məzhəbinin bir qolunu Əməvilər və Sələfiləri maliyyələşdirirlər. Amma bunlar bilmirlər ki, buradan gəlir. Onlar maliyyələşdirlər ki, gedin Azərbaycanda, üzr istəyirəm, gedin Azərbaycanda tarixi şəxsiyyətləri şübhə altına alın, sonra İran bunlara sahiblənsin. Babəkə İran sahiblənmək sizcə dediyiniz adamlara qarşı. Bax bu fəaliyyətlər həbs, cəzmə yox, həbs. Tutduğu vəzifədən azad olunması, həbs olunması. Şah İsmail Xətayinin heykəli qarşısında İlham Əliyevin fotosu var. Çıxışı var. Mərhum Heydər Əliyevin çıxışı var. Elçi bəyin çıxışı var. Heydər Əliyev Babək filminin çəkilməsində ən çox böyük xəst qoymuşdur. Bunları qoyduq qırağa. Rəsulzadəmizin, Fətəli xan Xoyskimizin, Nəsib bəy Yusufəmizin, Əhməd bəy oğlumuzun, Əli bəy Hüseynzadə və ondan irəli getdikdə daha bizim maarifçi şəxslərimizin Şah İsmail, Babək ilə bağlı və digər şəxsiyyətlərlə bağlı müsbət mövqeləri var. Belə çıxır ki, Heydər Əliyevdə, İlham Əliyevdə, Rəsulzadədə, Elçi bəydə, Xan Xoyskidə, bizim kifayətçilər də yanmışdılar. Amma Türkiyədən gəlib məzhəblər, Ərəbistandan gələn məzhəblər, İrandan gələn məzhəblər düz deyirlər. Demək, burada dövlətdə vəzifə tutub, dövlət işində işləyənlər, hakimiyyətdə təmsil olunan o şəxslər, o biznes TV-lər və digərləri niyə bizim tariximizi bizdən alıb, 500 illik tariximizi alıb İrana verməyə çalışırlar, Farslara verməyə çalışırlar. Axı, Farslar bunun da arxasında durublar. Bu Fars maliyyəsi durub axı bunun arxasında ki, Azərbaycanlar öz tarixinə diqqət eləsinlər. Baxıram o gün bir Azərbaycanlı çıxıb, Azərbaycanlar kifayət qədər sosial şəbəkədə çıxırlar və Şah İsmail'i söylürlər. Niyə? Şərəfsizlər. Ay alçaqlar, Şah İsmail olmasaydı bizim 500 illik tariximiz olmaz. Der, Osmanlıya müharibə aparıb. Osmanlı 70 bin Azərbaycanlının başını kəsində, şişəyənin başını kəsində, onda niyə səsizi kəsir? İdris Bitlisi məktubunu paylaşmışdım bu günlərdə. Səlimə məktubu var, paylaşmışam rəsmi şəkildə. Adam yazır ki, mən 70 bin şişəyənin başını xoşbəxt olurdum. Qızılbaş Azərbaycan şişəsinin başını kəsində xoşbəxt olurdum. Nə oldu? Buna yaxşı oldu, özə Kürd olub, Yezidi Kürd olub. Buna sən bunu Sultan Səlimin üstümüzə göndərənlərə siz müsbət olursunuz. Şah İsmail Xətai özünü qorumaq üçün, dövlətini qorumaq üçün sünnilərlə müharibə aparsa pis olur. Sünni şiə davası onda qalanda gəl protestantla katoliklər Avropa bir-birindən nə qədər düşmən olsun. Varfolomey gecəsi hələ tarixdən silinməyibdir. Minlərlə katoliklə protestant orada qırılıbdır. Onlar bir-birlərinə düşmən olsunlar. Tarixdir də, dövrün ideologiyası olubdur. Şah İsmail Xətai öz torpaqlarını, dövlətini qorumaq üçün bu ideologiya müsəçif. İndi biz Azərbaycançılıq ideologiyasından istifadə edirik. O vaxt şiəçilik ideologiyası yoxdur. Ondan qabaqki dövrlərdə Səlcuqlar, İlxanilər dövründə, Atabəylər dövründə türkçülük ideologiyası olubdur. Fransız ideologiyası olubdur. Hər dövrün öz tələbi var da. Niyə? Mən hesab edirəm ki, Azərbaycanda qanun yox, birbaşa prezidentin sərəncamı olmalıdır. Konkret şəxslər siyah tutulmalıdır. Nizami Gəncəvi, Füzuli, Nəsimi, Şah İsmail, Babək bunlar siyaha tutulmalıdır. Və bu şəxslərə yurdan bir söz deyən və bunları ittiham edən şəxslər həbs olunmalıdır və işdən azad olunmalıdır. Və salam.
Ondan sonra hamının səsi kəsəcək ki, Şah İsmail Babəki sözü. Babəki deyirlər ki, ərəblərə qarşı savaşıb. Xəstə başda Babək, ərəb burada nə gəzirdi ki, Babək ona qarşı savaş aparsın? Babək gedib Ərəbistanda dava eləmirdi ki, Babək gedib Bağdadda dava eləmirdi ki, Babək öz torpağını qorurdu. İndi təzə şey çıxıbdı. Babək Hansa Lerikin kəndi oldu. O boyda Bəz qalası Savalan dağlarının gölündə dünya bunu təsdiq edir ki, Babəkin qalası var. İndi gəlirlər, Lerikdə boyda bir dənə yer tutulur, deyirlər Babək buralı olub. Boynunuz yerə soxum, niyə yalan danışırsınız? Babək ərəbə qarşı savaşanda Babək öz torpağında savaşıb da. Dünyanın hər az tarixinə baxırsan, bax, başqa adamlar onların torpağına gələn savaşıblar da. Versən gitarist, Alman xalqının milli qəhrəmanıdır. Sezar Yunanlara qarşı, Romalılara qarşı savaşıbdır. Troyalılar Yunanlara qarşı savaşıblar. O böyük bir imperiya qarşı savaşdılar. Onda gəlib bunları da bir-birinə biz müzakirə etdik. Amma Şah İsmail Babək. Çünki bunlar Azərbaycan tarixinin ayrılmaz bir parçasıdır ki, bunu bizdən almağa çalışdılar. Babək haqqında bir ağızlarına danışırlar ki, Babək dövründə belə. Arkadaş, indi sənin əxlaqsızlıq sənin dövründə ən çox aktivdir, yoxsa o dövrdə. Açırsan TikTok'a əxlaqsızlıqların əllə tərpənmək olmur. Açıq aşkar əxlaqsızlıq gedir. Babək deyir dövründə xürrəmlər belə eləmişlər. Sən kimsən ki ona mirat bildirəsən? Sən heç o dövrdə yaşamırsan. Sən indiki dövrünə cavab deyil oğlu. Efirə açırsan başına yığıb geylər, fahişələr bütün ətrafı bürüyüblər. Ölkənin qəhrəmanı geylər olublar. Velizarlar, baboşlar, digərlər olublar. Buna etiraz elə. Kişisən buna etiraz elə. Babəki müzakirə eləmə. Babəkin dövrünü müzakirə eləmə ki, belə olubdur. İndi sən öz dövrünü müzakirə elə. Hansı cəmiyyətdə yaşayırsan onu müzakirə elə. Açırsan Azərbaycan qadınları, kişiləri TikTok'da haqqıdan çıxırlar, söyüşlə danışırlar. Sən bunu müzakirə elə, bunun dərdini çəkir. Sənin Babəkin dövründə belə olub deyə dərdini çəkə bilmərsən. O dövrün dərdini çəkə bilmərsən. O dövrdə nə olubdu? 9-cu əsrdir. 9-cu əsr hələ 11 il əsr bundan qabaqdır. 1100 il deməkdir. 1100 ildə bilsin nələr baş veribdi? Amma sən gəlirsən, açırsan TikTok'da Velizara ürək yatırsan, Baboşa ürək yatırsan, hansısa bir burası xanıma ürək yatırsan, şər yatırsan, sonra gibi yazırsan ki, Babək dövründə əxlaqsızın yekəsi sənsən, Əxlaqsızın yekəsi sənsən ki, sən Velizara ürək yatırsan, Baboşa ürək yatırsan, hansısa bir fahişəyə ürək yatırsan, durub Babək dövrünü, Şah İsmail dövrünü əxlaqsızlıq olubdur, sünnini qırıbdır. Yalancın atasından nə elədi? 1970-ci illərdə Rusiya Elmlər Akademiyası, Azərbaycan Elmlər Akademiyası araşdırma apardı. Sənət məndədir, prosto durub götürməyin dərdinəndir. Deyir Şirvanşahların qəbrini dağıdıb. Rəsmi sübut olunub ki, heç bir şey olmayıbdır. Sənətlərlə, mənbələrlə, şəkillərlə, DNK kodlarla sübut olunub ki, Şah İsmail Fərrux Yasarın, Şirvanşahların heç birinin məzarına toxunmayıbdır. Sənətlərlə 70-ci ildə rəsmi hesabat var, araşdırma olubdur. Deyir Şirvanşahları qırıbdır, Sünniləri qırıb. Sünniləri qırsaydı Şah İsmailin xətayı, bugün Ağdaş qalardı, bugün Azərbaycanın bir çox bölgəsi qalardı, Dərbənd qalardı, Dağıstan qalardı, Zaqatala qalardı. Hamısını qırıb şiələşdirərdi də Şah İsmail. Nə var şiələşdirməyə? Girib danışır, deyir ki, Şah İsmailin dəstəsində adam yənlər olubdur. Bunu filan kəs, ərəbində mənbəsinə, sənin farsında mənbəsinə söydürmədən məni. Ərəb fars nə yazacaqdı? Yazacaq Babək bomba olan olubdur. Erməni bizim haqqımıza yazacaq ki, bomba olan olublar 44 günlük müharibədə. Bizi söyləyəcək də, Ərəb də bizi söyləyəcək, Fars da bizi söyləyəcək də. Çünki tarix boyu türklər onların başına oynaçıb. Çünki tarix boyu türklər onların ağaları olublar, hökmranları olublar. Onlar heç kim olublar bizim türk coğrafiyamızda. Onlar düz yazacaqlar. Çıxır efirə baxıram, filan jurnalda deyir ki, ciddi bir... O jurnalda səhifəsi 5 manatda istədə məqaləni çap eləmiyorlar. Necə ciddi bir jurnal sayıla bilər o? Və yaxud da filan ərəb müəllifi ləhlülülə belə söz deyir. Ərəb Fars nə deyəcək bizim? Xoşanlıqda ki, tapacaqsa ki, Babək bomba olan olubdur. Rusiya, biz bu günlərin, doğma Türkiyəmizdə belə bizə qarşı, tariximizi təhdid edən adamlarla qarşı mübarizə apara bilmir. Sən nə danışırsan? İran bizim qonşumuzdur, 1000 illik qonşumuzdur. İranda yaşayan farslar belə Azərbaycan xalqının tarixini ələk-vələk edib üstünə qoyublar. Sən gəlib Babəki müzakirə edirsən. Sən Babəki müzakirə nə qədər? Get Velizar attığın ürəyə götür. Get, nə bilim, Allahsızlara, geylərə, fahişələrə attığın ürəkləri götürür. Deyir Babək filan kəslər, filan vaxtı, filan şey demişlər. Sən gözünün qabağında başdan ayağa sosial şəbəkələr doldu belə hallarla. Buna qarşı mübarizə aparır.
Aydındır. Yoxsa durub Babəki müzakirə edirsən. Sən kimsənə Babəki müzakirə edirsən. Bəlkə sən Heydər Əliyev tarixçi olubdu, özü böyük dövlət başçısı olubdu. KGB-nin sən adam bilmirdi ki, Babək kimdir. Adam o tariximizə niyə soxulmalı idi ki? Ya İlham Əliyev bilmir ki, adam tarix üzrə fəlsəfə doktordur. İndi də fəxri professordur, fəxri doktordur. Bilmir Babək kimdir. Ona məlumat verənlər bilmirlər kimdir. Elçi bəydən bəyəm savadlıdırlar bu adamlar. Rəsulzadədən böyük xidmətlər olub Azərbaycana. Xan Xoşqdan xidmətlər olub. Azərbaycanın heç bir xidməti olmayanlar çıxıb əllərinə bir dənə vərəq tuturlar. Bunu ərəb müəllifi Ləhlülülə yazıbdır. Bu şahsmatda cəhənnəmə görə yazır. Tüpürüm sənin sənədinə, tüpürüm sənin fars mənbənə, ərəb mənbənə, rus mənbənə. Sən kişiliyin olsa, sən Azərbaycancı olmasın, bu dövlətin vətəndaşısan sən. Bu dövlətdə Xətai adına metro var, bu dövlətdə Xətainin heykəli var, Babək prospekt var, Babəkin heykəli var. Demək, bu dövləti quran kişilər biliblər bunlar kimdir. O dövləti quran kişilər nə əziyyətlər, nə əzablar çəkiblər, tariximizi biliblər, siyasətimizi biliblər, o kişilərə hörmət ediblər. Kiminsə xəttinə görə eləməyib. Mən buradan Daxili İşlər Nazirinə müraciət edirəm, buradan Milli Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edirəm. Kəşfiyyata müraciət, bu adamları araşdırın, bu adamları ifşa eləyin. TikTokda fahişəlik eləyən 8 sutka yox, bunları aparın 80 sutka basın içəri ki, bu gənclər, yeni yetişən gənclər düşmən kimi baxmasınlar o işlərə. Ərəbin Farsın mənbəsinə istinad edərək Azərbaycan tarixi şəxsiyyətlərini hədəfə almasınlar. Nəticədə bu olur da, gətirirlər erməni oradan gəlir, bizə deyir ki, mən Vardənlərə görə Bakıya gəlmək istəmirəm. Bizim öz tariximizi bilməyən insanlar da deyirlər ki, siyasətdir, nə siyasətdir bu? Sənin təhqir olunmağında, sənin xalqının, millətinin, dövlətinin təhqir olunması ki, onun sözü. Aydındır. Təşəkkür edirik sizə Zaur bəy. Həyatda ayaq yolda gedə bilməyib, yerini batıranlar durub Şah İsmail Babəki müzakirə edirlər. Nadir Şahı müzakirə edirlər. Babək kimə qarşı var? Babək öz torpağında mübarizə aparır. Gedib Bağdadı işğal eləməyib ki, Bağdad gəlib Babəkin torpağında, Babək də çıxıbdır. Lap deyək Babək kafir idi, lap deyək Babək ateist idi, 9-cu əsr idi. İndi sənin ölkəndə kafirlərin sayı Babək dövründən qat-qat çoxdur. Açıq-aşkar çıxıb TikTokda, sosial şəbəkədə Allah yoxdur, Peyğəmbər yoxdur deyən ki, sosial şəbəkə qəhrəman olublar hamısı. Onlara qarşı çıxın da, niyə Babəki hədəf almış Şah İsmail xətanlar? Şah İsmail sən nə edib? Babək nə edib? 500 illik tariximiz deyil, 500 illik Şah İsmail. Çox təşəkkür edirik. Şah İsmail farsça yazıb. Osmanlı Sultanı farsça yazanda bəs onda kimdir? Onlar kimdir?